Hörmətli izləyicilər, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qara qutusu artıq Türkiyəyə gətirilib. Dostlar, dünən bu barədə məlumat yayılmışdı. Gecə saatlarında Yeni Şafaq bu barədə məlumatı yaydı və CNN Türk telekanalının məlumatına görə isə artıq paytaxt Ankaranın hava limanına eniş eləyib qara qutunu daşıyan təyyarə və qeyd edilir ki, bu qara qutunun açılmasından sonra təyyarə ilə baş verən ən son və daha dəqiq məlumat artıq açıqlanacaq ictimaiyyətə. Artıq Gürcüstanda araşdırmalar yekunlaşandan sonra isə təyyarənin qalıqları Kayseriyə göndəriləcək və bu Kayseri şəhərində yerləşən hərbi bazada bu qalıqlar tədqiq ediləcək. Daha ətraflı məlumatın əldə edilməsi üçün mən bir daha xatırlatmaq istəyirəm ki, noyabrın 11-də baş vermişdi bu qəza və qəza nəticəsində 20 nəfər heyətin hamısı həlak olub. Onlardan 19-nun cəsədi indiki məlumata görə tapılıb. Ölkənin Xarici İşlər Naziri Hakan Fidanın son açıqlamasına görə hazırda da axtarış xilas etmə işləri davam elətdirilir və son cəsəd tapılana qədər bu işlər davam etdiriləcək. Mən Türkiyə mətbuatında izləyirdim və təbii ki, indi qara qutu açılandan sonra biz daha dəqiq və daha düzgün informasiyanı biləcəyik, amma bir neçə ehtimal var idi ki, onların arasında bu təxribat və yaxud kənardan müdaxilə məsələləri var idi ki, onlar belə deyək, bir mənalı şəkildə həm ekspertlər tərəfindən, həm belə deyək, Türkiyə mediası tərəfindən təqzib olunurdu ki, yəni bu çox böyük ehtimalla onların hələ ki, təbii ki, ilkin nəzəriyyələrdir, texniki nasazlığa və yaxud yüklərin düzgün bağlanmamasına bağlayırlar bu qəzanın səbəbini. İstənilən halda ümid edirik ki, ən qısa zamanda dəqiq informasiyanı bilərik və bir daha həyatını itirən, qəzada həyatını itirən insanlara Allahdan rəhmət diləyirik, yaxınlarına və belə deyək, Türkiyə xalqına başsağlığı veririk. Belə hallarda adətən bəzi sosial şəbəkə istifadəçiləri, sosial şəbəkələrdə digər media platformalarda fake xəbərlər çox olur. Fake xəbərlər çoxalır, spekulyasiyalara yol verilir təəssüf ki, amma sizin də qeyd etdiyiniz kimi qara qutunun açılmasından sonra daha dəqiq məlumat əldə eləyəcək. Mən davam eləmək istəyirəm bizim digər maraqlı bir xəbərimizlə. Son günlərdə gündəmdə olan məsələlərdən və görüşlərdən biri də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüş oldu. Xatırlayırsınızsa, noyabrın 11-də bu görüş başladı və qeyri-formal şəraitdə başladı. Çay süfrəsi arxasında başladı Putin-Tokayev görüşü. Noyabrın 12-sindən, dünəndən etibarən isə artıq rəsmi şəkildə hər iki ölkənin geniş şəkildə nümayəndə heyəti iştirak etdi görüşdə və bir sıra vacib məsələlər müzakirə olundu. Eyni zamanda tərəflər arasında strateji tərəfdaşlıq haqqında saziş də daxil olmaqla bir sıra sənədlər imzalandı. Və görüş zamanı bir sıra diqqət çəkən məqamlar oldu. Analitiklərin şərhlərinə istinadən biz bunları qeyd eləyə bilərik. Onlardan biri Tokayevin Putini böyük yoldaş adlandırması oldu və bildirdi ki, onun müəyyən fikirləri var. Rusiyanın isə çox yaxşı qonşu, belə deyək, bəxş, Tanrıdan bir bəxş kimi qonşuluqda onun varlığını belə qiymətləndirirdi Kasım-Jomart Tokayev. Bəli, bu ona görə diqqət çəkdi ki, bu vaxta qədər biz Kasım-Jomart Tokayevdən bu istiqamətdə hər hansısa bir ifadə eşitməmişik. Ona görə analitiklər məhz bu məqama xüsusi olaraq vurğu eləyirlər. Digər tərəfdən Tokayev Rusiyaya səfər edəndə onun prestij təyyarəsi Rusiyaya daxil olanda Rusiya Hərbi Kosmik Qüvvələrinin Su-35 qırıcı təyyarələri onu müşahidə eləməyə başladı. Bu məqam da bilirsiniz ki, Kreml tərəfindən ümumiyyətlə bu münasibət çox yüksək qiymətləndirildi Qazaxıstan tərəfində. Ümumiyyətlə MDB məkanında rezonans doğurdu. Çünki belə təntənəli qarşılamalar adətən yüksək hörmət və səfər edən ölkə başçısına dərin göstəricisi olaraq vurğulanır. Tokayevin Moskva səfərinin vaxtı da xüsusi olaraq diqqət çəkdi. Çünki bilirsiniz, bir neçə gün bundan öncə Amerika Birləşmiş Ştatlarında səfəri və orada da Donald Trump haqqında çox müsbət fikirlər səsləndirdi. Müsbət fikirlər səsləndirdi və məhz bu müsbət fikirlərdən sonra bəzi şərhçilər arasında müəyyən fikirlər yarandı. Görəsən Tokayev-Trump münasibətləri
görüşləri Tokayev-Putin münasibətlərinə hər hansısa təsir göstərəcək yoxsa yox. Mən eyni zamanda bir də vurğulamaq istəyirəm ki, bir neçə gün öncə C5 üstəgəl bir, yəni Mərkəzi Asiya ölkələrinin liderləri üstəgəl Vaşinqton Birləşmiş Ştatlar görüşü baş tutdu və bu görüş əsnasında biz onu gördük ki, artıq Birləşmiş Ştatların Mərkəzi Asiyaya marağı artıb son illərdə və Birləşmiş Ştatlar məhz bu regionda da əməkdaşlığı genişləndirmək istəyir. Elə bunun nəticəsidir ki, Donald Trumpın göstərişi ilə 2026-cı ilin əvvəlində Marco Rubio bu regiona səfər eləyəcək və müxtəlif ölkələri, bu ölkələrin 5-ini də ziyarət eləməyi planlaşdırır. Və tarixdən danışırdım mən az öncə. Kasım-Jomart Tokayev Vaşinqton səfərindən əvvəl Vladimir Putinlə telefon danışığı aparmışdı. Daha sonra Vaşinqtona səfər elədi və Vaşinqtondan gələr-gəlməz Moskvaya yollandı və Vladimir Putinlə görüşdü. Bu səbəbdən bəzi şərhçilər hesab eləyirlər ki, Kasım-Jomart Tokayev Donald Trumpın mesajını çatdıra bilər Vladimir Putinə, xüsusilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində. Bu da o qədər də təəccüblü olmamalıdır, çünki biz dəfələrlə görmüşük ki, Astana, istərsə də Qazaxstanın digər regionları, ümumiliklə Qazaxstan ümumiyyətlə neytral platforma kimi, neytral meydança kimi bir sıra münaqişə edən tərəflərə meydança rolunda çıxış eləyə bilib. Xatırlayırsınızsa, bir neçə ay bundan öncə Ermənistan və Azərbaycan arasında Xarici İşlər Nazirlərinin görüşünü də təşkil etmişdi Qazaxstan. Astanada bu görüş keçirilmişdi. Bu səbəbdən Qazaxstan eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin, Rusiya və Qərb arasında olan münaqişənin həllində neytral platforma qismində çıxış edə bilər. Bu istisna edilmir. Digər tərəfdən Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Tokayev görüşündən sonra açıqladı ki, Rusiya prezidenti Vladimir Putin Qazaxstanlı həmkarına hazırda cəbhədə baş verən son vəziyyətlə bağlı ən son məlumatları verdi. Bu da təbii ki, Qazaxstanın neytral platforma kimi çıxış etmə şanslarını biraz da artırır. Çünki yəqin ki, Putin elə-belə bu məlumatları verməyib Kasım-Jomart Tokayev. Elə Rusiya-Ukrayna münaqişəsindən söz düşmüşkən, dostlar, mən bildirmək istəyirəm ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ötən gün Ankarada Ukraynanın Müdafiə Naziri Rustem Umerovla görüşdü. Təbii ki, mediaya açıqlanmadı iki nazir hansı məsələləri müzakirə etdi, amma xatırlatmaq istəyirəm ki, bundan bir gün öncə Rustem Umerov Telegram kanalında bir paylaşım etmişdi və bildirmişdi ki, Ankaraya səfəri çərçivəsində Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın və Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Qılıçla görüşüb və bu görüş əsnasında istər Ukrayna-Türkiyə arasında iki tərəfli danışıqlar, iki tərəfli gündəlik, eyni zamanda təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, həmçinin Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsi mövzusu müzakirə edilib. Belə buradan çıxış eləyərək istisna etmək olmaz ki, yaxın günlərdə bəlkə də Rusiya və Ukrayna arasında yeni bir əsir mübadiləsi prosesi baş tutsun. Çünki biz bir neçə dəfə görmüşük ki, Türkiyədə bunlara vasitəçi olur və xüsusilə müdafiə sənayesi sahəsində son illərdə Türkiyənin belə deyək, qət elədiyi məsafə hər kəsin məlumudur, görünür. İstər insansız hava belə deyək, uçuş PUA-lar, pilotsuz uçuş aparatları və digər artıq öz tanklarını falan, yəni bir çox müdafiə segmentində artıq inkişaf edir və Ukraynada təbii ki, bundan həm də burada ticarət məsələsi də olmuş ola bilər. Yəni belə görüşlərin də bu məsələlər də müzakirə olunur adətən. Elə mediaya açıqlanmadı deməyin biraz belə spekulyasiyalara da gətirib çıxarır. Çünki xüsusilə X sosial şəbəkəsində bu barədə kifayət qədər məlumat çıxmışdı, xüsusən Türkiyə mənbələrindən. Bütün bunlarla yanaşı mən qeyd eləmək istəyirəm ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra rəsmi Ankara, istər İstanbul şəhərində, istər Türkiyənin digər regionlarında məhz bu münaqişənin diplomatik yolu, sülh yolundan nizamlanması üçün əlindən gələni eləyirdi. İstər Hakan Fidan qismində, istər Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan qismində və onların bir neçə səyləri nəticə verib, istər əsir mübadiləsi prosesində, istər buğda sövdələşməsi var idi və bu istiqamətdə hazırda Türkiyə səylərini davam elətdirir ki, məhz diplomatik yolla bu münaqişə öz həllini tapsın. Digər tərəfdən Rusiya müharibəni davam etdirir və bununla paralel olaraq yeni
qoşun növü yaradılıb ölkədə. Pilotsuz sistemlər qoşunları adlı yeni qoşun növü yaradılıb. Bu barədə Komsomolskaya Pravda qəzetinə müsahibəsində bu qoşun növlərinin rəis müavini polkovnik leytenant Sergey İştuqanov məlumat verib və onun bildirdiyinə görə bir müddət öncə Rusiya prezidenti Vladimir Putin bu qoşunların yaradılması ilə bağlı göstəriş vermişdi və ən qısa müddətdə onlar çalışdılar ki, bu qoşun növlərini yaratsılar. Cəbhədə isə vəziyyət hələ də dəyişməz qalır. Döyüşlər aktiv şəkildə davam eləyir və Ukrayna ordusunun açıqlamasına görə onlar bütün səylərlə Rusiya tərəfinin cəhdlərinin qarşısını almağa çalışırlar. Deməli, Ukrayna Silahlı Qüvvələrinin bölmələri son olaraq Rusiya qoşunlarının Donetsk vilayətinin Konstantinovka şəhərində və onun ətrafında olan Rusiya qoşunlarının irəliləyişinə mane olmağa çalışıblar. Ukrayna tərəfi ümumilikdə qeyd edir ki, hazırda həmin bölgədə qeyri-sabit hava şəraiti hökm sürür. Xüsusilə dumanlı hava şəraiti hökm sürdüyünə görə Rusiya qoşunları məhz bu hava şəraitindən istifadə edirlər, irəliləməyə çalışırlar. Dronlardan istifadə eləməyə biraz müşkül məsələdir. Bəli, bilirsiniz ki, son vaxtlar Ukrayna ordusu dronlardan xüsusilə istifadə eləyir və əsas qüvvələrini demək olar ki, bu istiqamətə cəmləyib ki, Rusiya ordusunun qarşısını məhz dronlarla kəssin, amma qeyri-sabit hava şəraiti Ukrayna tərəfinə hələ ki, bu prosesi tam şəkildə həyata keçirməyə mane olur. Rusiya-Ukrayna müharibəsi davam etdikcə Ukraynanın Avropalı tərəfdaşları rəsmi Kiyevə öz dəstəyini davam etdirir. Elə bütün bu proseslər fonunda Danimarka rəsmiləri, Danimarka hökuməti açıqlayıb ki, dəyəri 1,4 milyard kron və yaxud da 220 milyon Amerika Birləşmiş Ştatları dolları həcmində yeni yardım paketi, 28-ci yardım paketi ayrılır Ukraynaya Danimarka tərəfindən və bununla paralel olaraq Almaniya yeni humanitar yardım göndərir Kiyevə 40 milyon avro dəyərində. DPA agentliyinin məlumatına görə bu vəsait xüsusilə istilik sistemlərinin yenidən həll olunmasına, bərpasına, dağıdılmış binaların təmirinə, generatorların tədarükünə, bir sözlə humanitar məqsədlər üçün 40 milyon avro rəsmi Berlin yaxın günlərdə ayıracaq Ukraynaya. Hələlik məndən bu qədər, bu saata olan məlumatlar bu qədər. Biz tamaşaçılarımızı dəvət edirik bizim növbəti efrimizə, 9 efrinə. Çünki 9 efrində saat 9 efrində biz sizinlə yenidən görüşəcəyik. Süleyman, təşəkkür edirik və daha maraqlı məlumatlarımız olacaq. Süleyman, çox sağ ol. Təşəkkürlər, əziz həmkar. 9 efirində yenidən görüşmək ümidi ilə.